Azərbaycanlı xanımların xüsusən bölgələrdə yamşaq, bəzən də yemşək və ya digər formada səsləndirdikləri bu forma. Çox təəssüf olsun ki, hal-hazırda yalnız bir neçə bölgələrdə qalmaqdadır. Adətən fərqli məqamlarda istifadə olunur. Məsəl üçün, əgər evə gəlin gəlirsə, o ailə üzvünə, həyat yoldaşına, qaynatasına, qaynanasına hörmət edirdisə də o zaman yamşaq çəkirdi. Və ya küçəyə çıxırdısa da onun üzünü başqaları görməməsi üçün yenə yamşaqdan istifadə edirdilər. Adətən bu bir növ hörmət əlaməti olaraq əsasən qiymətləndirilirdi. Hər hansı bir deyək ki, problem, qadınların hüquqlarının pozulması və s. əlaqəli deyildi. Sadəcə olaraq bir Azərbaycanlı olaraq qadınların xüsusi geyim forması, xüsusi bir özlərinə hörmət olaraq namuslarını, qeyrətlərini qorumaq və ya hörmətini nümayiş etdirmək bir formasıdır. Biz hal-hazırda Bolnisinin İncəoğlu kəndindəyik və haradakı yamşaq mədəniyyəti xanımlarda, xüsusən yaşlı nəsildə qalmaqdadır. Və bugün daha çox sizlərə bu haqda söhbət edəcəyik. Və hal-hazırda bizimlə bərabər kəndin ahlı insanları, yaşlı nənələr bizimlə əyləşiblər və daha çox bu haqda bizimlə danışacaqlar. Özləri bu adəti necə görürlər və bunun necə daşıyıcılarıdır və onlar üçün yamşaq, yemşək nə deməkdir? Gördük sizi. Xoş vaxtınız. Yamşağınız da yenə də üzünüzdədir. Niyər nənə, yamşağı neçə vaxt taxırsınız? Yəni neçə vaxt istifadə edirsiniz? Yamşaq. Və bizi kimi insanları, gənclərə izah edin. Laf dünya qurulandan var. Bizdən də çox qavaq var yamşaq. Elə bizə də ki, yamşaq. Yamşaq yəni, insanın hayasıdır. Biraz üzünün hayasıdır. O vaxt elə şey eləyirdik ki, bir adam yamşaqsız olmazdı. Özü də qaynətlə danışmırdıq. Gərək əlimizlə zatla qandırıydıq ki, bu belə yamşaq vardılar, biz açıydıq. Harada olsa yamşaq, bugünə kim gənə yamşaq. Allah saxlasın sizi. Yamşaq bizdən ötürü laf belə hayadır, ağırdır. İstəyirik şey eləyir. Və yamşaq olmasa neyini yerlər? Deyək ki, yamşağımız düşdü belə. Necə cəzalandırdılar sizi? Heç elə şey eləməzdi ki, görürdük ki, o doğanla qaynanəmiz gəlir, qaynatamız gəlir, sırası yamşaqda, bizi baş açmaq yoxdur. Sırası yamşaq alırdıq. Yamşaqsız da gəlinə heç gəlin də demirdilər. Onda da ayıraq bizdən hayasız deyirdilər. Yamşaqsız da heç kim yox idi atım, heç kim yox idi. Siz evlənəndən sonra yamşaq taxmağa başladınız, sonra yoxsa? Mən 13 yaşından yamşaq almışam bu günə kimi. Yenə tənə, bax, bu günə kimi qarda yamşaq danışmayan adam var, danışmırdım da, yamşanırdım aha belə. İndi onların hamısı köşdü, Allah rəhmət eləsin. Gənə də vallah nəticələrim də gənə onlardan da yamşaq alıram. Yamşaqsız dura bilmirsiniz. Siz öz əgər oğlan nəvənizdirsə də onu görəndə yamşaq alırsınız və qızları görəndə? Yox, indi kənddə kimsə o uşaqdan mənim nəvələrim, nəticələrimdir. O qarda örgənmişik ki, gən onlardan da yamşaq alıram. Və siz də bir adət halına alırsınız, artıq örgəşibsiniz və bunu tamamı eləyirsiniz. Ədətlidən elə dünya ədət düşü bu vaxtdan. İndi maşallah hamı başı açıq gəzir, qolu açıq gəzir. Biz qovardılar, biz elə gəzəydik. Siz ilə belə başı açıq gəzə bilərsinizmi? Qolu açıq gəzə bilərsinizmi? Yox, heç dünyada elə şey olar mı? Biz başı açıq eşiyə çıxaq, yox. Öz uşağımızdan da utanırdıq valla. İndi Allah hamımızı saxlasın, Allah hamıyı saxlasın. İndikilər yaxşıdır, hər yeri açıq, hər şey danışırlar. Bizə yox idi. Tutaq kimi gərək eləcə. Əlimizdən danışıydıq hər şeyi. Köhnə arvadlar var idi. Belə giyindon giyinirdilər, dingə qoydular, dingə deyirik başlarına. O vaxt bu xaçın burada qızlar gəlirdi, elə gözəl qızlar var idi, özləri qan seçdi verirdilər. Gəlirdi ki, arvadların paltarını yığırdılar, aparırdılar, dingəsini zadı. Ondan qan seçdi verirdilər, orada gətirirdilər, şey gelirdilər. Bu vaxt bizim gözəl arvadlar var idi, xanım kimi geyimləri var idi. İndi hamı luxartaki geyinirlərdən gözəl arvadlar, Allah hamısına rəhmət eləsin. Yaxşı, indiyə nətən yamşaq alırdılar var. İndi yoxdan böyük kişilər qalmayıb, kimdən alsın? Uşaq da onların öz taylarıdır. Kimdən yamşaq alacaqlar? Amma böyük kişilər var idi. Eşə çıxanda, yanlarına keçəndə belə titriyirdik, ancaq keçərcik. Utanırdıq da. İndi hana utanan daha yoxdur. Kimdən utansınlar, balıca uşaqlardan.